Xıdır Nəbi Azərbaycan xalqının qədim mövsüm bayramlarından biridir. Bu bayram fevral ayında qeyd edilir və yazın gəlişinin ilk müjdəsi hesab edilir. Xıdır Nəbi bizə xatırladır ki, hər qışın sonu var. Təbiət necə oyanırsa, insan ruhu da yenilənə bilir. Xıdır Nəbi ilə bağlı xalq arasında bir çox maraqlı adətlər mövcuddur. Evdə xüsusi olaraq qovut və ya şirin xörəklər hazırlanır. Axşam süfrə açılır və bütün niyyətlər tutulur. Bu Xıdırın evə bərəkət gətirdiyinin əlaməti sayılır. Aşıq gərək tərif yaza, elə bayram günləri. Aşıq gərək tərif yaza, elə bayram günləri. Əlində saz şirin avaz, gəzə bayram günləri. Əlində saz şirin avaz, gəzə bayram günləri. El lafına yaxşı danış, eşidələ sən desin, hey. Gülür üzən növ bahar, tək üzə bayram günləri. Gülür yenə növ bahar, tək üzə bayram günləri. İnsanlar bir-birinə xoş arzular diləyir və küsülülər barışır. Bu bayramın əsas fəlsəfəsi təmizlik, niyyət və ümiddir. Qazax Tovuz Regional Mədəniyyət İdarəsi, Şəmkir Rayon Mədəniyyət Mərkəzi adından Xıdır Nəbi bayramınızı ürəkdən təbrik edir.